Bugün hava gözəldir və günəş mənə gülür. Buna görə bir video çəkmək qərarına gəldim. Videom Öz bədənini sev kitabı haqqındadır. Mən həmişə kitablar haqqında danışsam da bu kitabların içindən spoiler verməyi sevmirəm. Sadəcə kitab mənə nə qatır onu danışıram. Kitabı oxumamışdan əvvəl də zaten içimdə bir ego var idi böyük dərəcədə. Ki insanın içində ego olması yaxşıdır. Əgər sağlamdırsa, egoizm başqadır, içimizdəki egonun olması bir başqadır. Amma kitabı oxuduqdan sonra bir daha üst frekansa keçdim. Psixologiyada Paolo effekti var. Məsələn, aynanın qarşısına keçirsən, hər gün özünə baxırsan və ilahi, mən necə də gözələm, necə də unudulmazam, mən bir əfsanəyəm deyirsən, bu da effekt yaradır. Bu bilirsiniz necədir? Paolo effekti odur ki, məsələn, mən bir dərman içirəm, amma xəbərim yoxdur ki, bu dərman mənə faydasızdır. Amma düşünürəm ki, o ağrını kəsəcək. Qəbul etdikdən sonra, müəyyən müddətdən sonra ağrı keçir. Səbəbi bizim elə düşünməyimizdən qaynaqlanır. Hansı ki, amma o dərmanın heç bir faydası yoxdur, o həbin. Paolo effekti budur yəni. Sən o enerjini ötürürsən. Və mən kitabı oxuduqdan sonra Paolo effektini araşdırmağa başladım. Sonra da dediyim kimi, çox motive edici bir kitabdır. Ümumiyyətlə, bunda da yenə insanları ayırmıram, amma qadınların oxuması gərəkdiyini düşünürəm. Yəni, elə bir dövrdə yaşayırıq ki, indiki dövrümüzün insanları, necə deyim, özümüzü işdə satırıq, gözəllikdə satırıq və s. Amma ən azından gözəllikdə satmayaq. Yəni, sən məsələn evindən sadə şəkildə çıxmağı bacarmalısan və sadə şəkildə çıxmağı bacaran zaman da insanlar da bir zəhmət, hörmət qoymağı bacarmalıdır. Yəni məsələn metroda istehzalı baxışlar olmamalıdır. İnsanlar sadəliyi öyrənməlidir. Hər şəkildə özünü sevməyi bacarmalıdır. Amma özünü sevməkdən bitmir. Təbii ki, bütün varlıqları, yarpağı, qurtçuğu, hər şeyi sevməlisən.